Salam, kanalımıza xoş gəlmisiniz. Biz bugün sizlərlə birlikdə yenidən təkrar qayıtmaq istəyirik və səhifə 10 və 11-ə keçid almaq istəyirik. Biz burada birinci tapşırığı mən oxuyum, sonra dinləməni qulaq asaq. 10 10 deməkdir. 20 20, 30 30, 40 40, 50, 50, 60, 60, 70, 70, 80, 80, 90, 90, 100, 100 deməkdir. 1 deyən, 100 deməli sıfırlardır, 1 da 1'dir də. Deməli 1 arxasında 2 sıfır, 100 2 sıfır kimi başa düşün. Necə deyim? 100, 100, 200, 200, 100, 200, 300, 400 belə dedikdə 100 sözü qalır elə. 100 sözü də onun kimi qalır. Yəni 100, 200, 300, 400, 40, 100 belə ola bilər. İndi biz bu dəfə də bunu dinləyək. Happy Campers Student Book 4 by Track 4. Vocabulary, 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 10 20 30 40 50 vocabulary, 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 60 70 80 90 100 vocabulary, 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 vocabulary. Baxırıq, indi oxuduğumuza görə ikinci tapşırıqda bir dəfə oxuyuram və sonra eyni bunun kimi də listening qoyuruq. Deyir young and old. Cavan və yaşlı. Qoca və yaşlı, qoca və cavan fərqi yoxdur. Deyir ki bizə how old is she? Sənin neçə yaşın var? 30, 45. Burada əsl bilməyənlər üçün deyirəm. 40 sözünü bilmirsinizsə, buradakı yazılışdan baxa bilərsiniz. 30 30 deməkdir, 40 40 deməkdir, 50 isə 50 deməkdir. Və siz burada təbii ki də başa düşənlər başa düşdü. Deyir ki, sizin neçə yaşınız var? Qadın cinsində deyir. Yəni deyir ki, sizin neçə yaşınız var? 30, 40, 50 sonra sual verir. Sonra eynən onun kimi də cinslər dəyişir sadəcə olaraq. How old is he? Sənin neçə yaşın var? She cinsində 30, 40, 50, 30, 40, 50 və buradakı tapşırığımızda da deyir ki she is 35. Buradan baxırıq 30 deməkdir. Deyir ki qızın 35 yaşı var. Qızın 35 yaşı var. Sonra isə burada bizə deyir ki she's 22. Nənənin, qızın deyir bizə, onun demək istəyir. Onun deməkdir, she is he. Onun baxırıq 70, 2-da 2. Onun 72 yaşı var. Eynən bunun kimi də baxırıq deyir ki she's 10. Qızın 9 yaşı var. She's 20. Onun 10 yaşı var. Onun 20 yaşı var. He's 99. Onun 99 yaşı var. He's 67. Onun 87 yaşı var.
Və biz bir dəfə də buna qulaq asaq, dinləyək, baxaq. 5-ci tapşırıq. Track 5. Young and old. Ay, bir dəqiqə əlimdəydi, gözlüyün zəhmət olmasa. 5. Young and old. How old is she? How old is she? 30, 40, 50. She's 72. She's 72. How old is she? How old is she? 30, 40, 50. She's 10. She's Sizin asılsın. 10. How old is he? How old is he? 30, 40, 50. He's 99. He's 99. Burada dedi ki, burada tapşırıqlarımızda əgər sizə müəlliminiz bu tapşırığı veribsə, siz də necə işləməyi bilmirsinizsə, bu dinləmədən qulaq asaraq mənim videolarımdan qulaq asaraq bilərsiniz. Siz ayda, görün necə bir dənə xüsusiyyət gəlib bura, bunu da deneməsəm olmaz. Uzun yoxa çıxır. İndi baxaq. Burada olanlarda bir daha oxuyaq. İndi burada deyir ki, how old is she? Biz bunu oxuduq və gördük ki, nənənin neçə yaşı olduğu, nənənin, yəni onun 72, bayaq da dediyim kimi 72 yaşı var. Və burada onun eynəsi sorutur və sonra da qızın onun 10 yaşı olur. Bu balaca qızla danışılır. Sonra oğlan burada da babalardan, qocalardan, younglardan, onlardan, kişilərdən danışır və burada da eni verir. Biz burada qələmlə bunu pozdur, mən pozlanam. Biz burada gördüyümüz kimi tapşırıqlarda how old is she grammar shapers sizin bunu oxumuş üçün bizə verir bu qayda kimi də how old is she onun neçə yaşı var, she is 10 onun 10 yaşı var, how old is he onun neçə yaşı var, he is 99 onun 99 yaşı var. Necə də olursa buradakı qoca kişinin də 99 yaşı olur. Baxaq dördüncü tapşırığa. Burada bizden deyir ki how old is he? He is 30. Burada he bizdə bayaq da təkrarladığım kimi nə cinsidir? Kişi cinsidir. Ona görə bu kişidən danışılır. Bilmək istəyiriksə qrafikən bir dəqiqə. Böyle kişiden danışılır. Kişinin 30 yaşı var. 30 yaş olan bu kişidir. Burada soruşur how old is she? She de kadın cinsi olduğu için bu koca nənəni, kadını götürürük. Ve burada diyor ki she is 70. Onun da neçə yaşı oldu? Eğer bilmeyenler için tekrarlayıram. 70 deyirsə, buradan qaydamızdan baxırıq. 70 70'dir. Deməli 70 də olur. Nənənin də 70 yaşı var. How old is he? Burada da bizden he bilirsiniz ki kişi cinsidir. Bu kişiden danışılır. Onun neçə yaşı var? Kişinin neçə yaşı var? He is 88. Onun 88
yaşı var. Bu nənənin də neçə yaşı var idi? 70. Bunu da belə qeyd etdikdən sonra bizdə burada deyir ki 5-ci tapşırığımızda bizdən soruşur ki, bir dəqiqə bunu pozmadan deyə bilmirəm. 5-ci tapşırığımızda bizə deyir ki point ask. Danışarak işləyin. Burada da bizə deyir ki how old is she? Onun neçə yaşı var? Kişi cinsində, kişi cinsində, qadın cinsində təkrarlamışsınız olar. Yalnızca onun neçə yaşı var desəz, yəni normalda. Onun neçə yaşı var? Onun 99 yaşı var. Nə bilim, siz də deyə bilərsiniz ki, how old is she? Onun neçə yaşı var? Sonra da cavab verə bilərsiniz ki, 65, 67, nə bilim, belə cavablar verə bilərsiniz. Mən istəyirəm bugün sayfa 12'ye de keçək. Sayfa 12'dən biz baxaq. Birincidə deyir ki nice photo, gözəl şəkildir deyirsə. Worthy, bunlar kimlərdir? They are my parents. Bunlar mənim valideynlərimdir. And my grandparents, və mənim baba və nənəm. Who is he? Bəs bu kimdir? Bunlar kimdir? Who is she? Who is he? Who is she? Bu kimdir? Bu kimdir? Kişi cinsində, qadın cinsində. She is funny. Onlar çox əyləncəlidirlər. He is my uncle. Bunlar mənim bir dəqiqə uşaqlar. Bu mənim dayımdır və yaxud da əmimdir, kişi cinsində olduğu üçün. She is my aunt. Bu isə mənim bibi və yaxud da xalamdır. Siz nə istəsəz deyə bilərsiniz. I am her favorite niece. Bunlar mənim sevimli bibi uşaqlarımdır. They are my cousin. Bunlar mənim kuzenlərimdir. Yəni bibi oğlu, dayı oğlu, əmi oğlu, kuzen. Yəni yəqin ki bunun sözü türklərdə eşidibsiz, çox işlədilər. He is my mom's favorite nephew. Bu mənim anamın sevimli ailəsidir. Look at his ears. Onun gözlərinə bax, qulaqlarına bax. And he's my silly friend Tom. Bu mənim gülməli dostum Tomdur. Your favorite. Mən onu sevdim. Gülməli dost. Və bunu mən istəyirəm bir daha burada dinləmə mətninə qulaq asaraq dinləyək. Track 6. Shutterbugs. The Shutterbugs. Nice photos, Lisa. Who are they? They're my parents and my grandparents. Who is he? Who is she? She's funny. He's my uncle. She's my aunt. I'm her favorite niece. They're my cousins. He's my mom's favorite nephew. Look at his ears. And he's my silly friend, Tom. Your favorite silly friend. Bunda oxuduğumuza görə baxırıq 3-cü tapşırığa. 3-cü tapşırıq, bir daha 3-cü tapşırıq, 7-ci dinləmə mətnini qulaq asaq. Track 7. 1. Grandparents. İnanmadan işarəliyib hansı Two. söz olduğunu. Parents. Grandparents birinci sözdür, parents 3. bu sözdür. Aunt and uncle. Peki sonra eləyərəm. 4. Cousin. Bir daha qulaq asaq, mən deyim. Yəni, mən bu tapşırığı bir dəfə özüm deyim, sonra baxaq. Burada deyir ki, bizdə bu grandparents bu sözdür. Hər biri mətnin içərisində var. İkinci sözümüz parents, valideynlər. Burada deyir ki, aunt, uncle, uncle.
Və dördüncüdə deyir ki, nephew ya da cousin, onu bilmirik. İndi qulaq asaq görək nə deyir. Yəni biz bura qədər dedik sizlərlə birlikdə. 5. Niece. Bir daha. 6. Track 7. 5-ci nice'dir. Nice'də deyim sizə harda var. Nice yoxdur, amma biz yaza bilərik ki, nice sözünü. Nice bu deməkdir, belə yazılır. Nəysə, sonra biz 4'ü eşitmədiyimiz üçün bir daha qulaq asaq ki, 4'ü eşitdik. 4'də ki, yəqin ki, cousin olar, amma hər ehtimala qarşı bir daha dilinə kimi dediklərimi yazdınızsa 4-cü tapşırığa keçid ala bilərik. Görək 4-cülər nə deyir? Biz başdan. Biz birincidə dedik ki, Grandparents. parents, 2. parents, Parents. uncle, 3. uncle, Aunt and uncle. 4. Cousin. cousin, 5. Niece. 6. Nephew. nephew. Nephew da uşaqlar oldu. Track Nephew 8. Dedi belə soruşdu. Bu da cousin oldu. Nephew oldu. Niece oldu. Uncle, aunt oldu. Parents oldu və grandparents oldu bu sözlərimizdə. Bunları tez silirik. Və bir sözə və digər sözlərə keçid ala bilərik. Bunu tamamilə sildikdən sonra digər səhifəyə keçək və digər səhifəni də silməyə yəqin ki ehtiyac yoxdur. Keçək digər səhifəyə. Başıcıda bizdə deyir ki, who is she? Bu kimdir dedikdə bu təmalda it's my deyir ki, kimdir? Yəni biz bunu yazmalıyıq. Təbii ki də. Deyir ki, bir dəqiqə qələmimizi bir yaxşı rəngə seçək. Dualığı çox pis gəlir. Bunun uzun qələmin bu qəşəkdir. Əfsə. Burada deyir ki, qələmin tam normal olmadı. Bir adcadır. Biraz buraya gəldik. Yaxşıdır. Buradan bizə deyir ki, who is she? Bu kimdir? Qız dedikdə biz görürük ki, she is sister. Birinci budur. İşarələyirəm. İkinci, who are they? Bunlar kimlərdilər? Dedikdə bunlar kimdilər? 2 nəfər ya da 3 nəfər nəzərdə tutulur və parents, valideynlər. Buna da belə işarə qoyuram ki, biləsiniz. Who is he? Bu kimdir? Bu mənim qardaşımdır. He islə bitdiyi üçün, he islə başladığı üçün, he is sözü də oğlanlara aid olduğu üçün biz bunu ona görə he is my brother işarələyə bildik. Və biz baxaq və biz dinləyək tapşırıq 6-nı. Əslində dinləmək də olar, dinləməmək də olar. Yenə də hər ehtimala qarşı bir dəfə dinləyək. Gözlənirəm. Happy campers, listen here. Now it's time to do a cheer. Hey, 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 hey. Ready? Okay. Who is he? Who is he? He's my uncle. He's my uncle. Who is she? Who is she? She's my aunt. She's my aunt. Who are they? Who are they? They're my cousins. They're my cousins. Belə uşaqlar, kanalımıza bugünkü dərsimiz bu qədər idi. Kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Sizləri çox sevirik.
Sağ olun. Gələn görüşlərə qədər. Əgər ki bu video çox izlənirsə və bir daha gələn səfərki videolarımızda bu videoları bitişik halda paylaşacağam. Siz like atıb yorum yazmasanız mən heç bir video paylaşmayacağım dedim. Bay bay. Görüşərik.